Cəbrayılda bir günümüz necə keçdi? Cəbrayılda yaşam, bugünkü şərait sizlərə də maraqlıdırsa videonu sona qədər izləyin. Sentyabrında köçənlərin içində gəlmişdik. Su medalını aldım. Yenə Sındırdılar, yandırdılar o dedi. Biz senin kırmızı kitabına düşüb. əyildə şirniyyatını hazırlayacağım. Bugün Cəbrayılda olduq. Burada yaşayan insanlarla səmimi söhbət keçirib, həmçinin milli dadını kəşf etdik. Mən Bayramova Sevcəli qızı, Cəbrayıl rayonu Şafəli kəndindənəm. 28 ildir qənnatçılıq peşəsində məşğulam və 6 ilə yaxın ki, Qarabağın unudulmuş qənnat növlərini araşdıraraq, yaşlı nəsillərimizi danışdıraraq, onlardan topladığım məlumatlar əsasında ərsəyə gətirdiyim şirniyyatlar var ki, hansı ki, o vaxtı Qarabağ xanlığında və toyda, nişanda məşhur istifadə olunan qənnat əsəri adlandırdığı 12-ci 13-cü əsrə aid olan əyildə şirniyyatını hazırlayacağım və təqdim edəcəm. Bizim unudulmuş qənnatların heç birində maya yoxdur. Dəyərli qənnatçımız Çiçək xanım bugün bizə milli dadlardan olan əyirdək şirniyyatını hazırlayır. Bu şirniyyatı aranızda bilənlər var. Bu şirniyyat unudulmuş bir şirniyyatdır. Yəni Qarabağı təmsil etmək üçün eləyərəm. O dərəcədə sevirəm vətənimi. Yəni Qarabağ üçün nə olsa əziyyətini çəkərəm. Yəni bu da mənim üstümə düşəndə elə bilirəm ki, bu mövzudur. Yəni bunu da inşallah ki, layiqincə yerinə yetirəcəm və davamlı olaraq araşdırmamı yenə eləyəcəm. Əgər sizlərə də maraqlı olsa, mütləq şərhlərdə qeyd edərsiniz. Sizin üçün əlavə Çiçək xanımın reseptini paylaşarım. Bu şirniyyatın dadını fərqləndirən hər bir məhsulun təbii olması, hətta içinə qatılan hili belə mis qabda hazırlanmasıdır. Beləcə hilin dadı ölmür. Çiçək xanım şirniyyatımızı hazırlayır, biz də keçək sakinlərlə söhbətlərə. Və Həsənov Valdallah verdi qızı. İlk sakinlərdən, yəni 24-cü ilin sentyabrında Azərbaycan dili ədəbiyyat müəllimiyəm. Əslində müəllim az işləmişəm, yəni uzun illər müxtəlif vəzifələrdə işləmişəm. Axırıncı iş yerim Cəbrayıl Təhsil Şöbəsinin müdiri oldu. Yəni biz ilk köçənlərin içində gəlmişdik və əvvəllərdən də biz Cəbrayılda yaşamışıq. Ona görə mən fikirləşdim ki, bu qadınlara bir xasidə verilir. Gənclərin pis gəlişlərindən uzaqlaşdırılması, qadınlar üçün təlim kursları keçmək, toxuculuk, xalçaçılıq, muncuq düzmə, kosmetoloji bir yerlər açmaq və onların məşğulluğunu təmin etmək haqqında fikirləşdim. Tədris kursları açıq, xarici dillər, rus dili, ingilis dili kursları, rəqs dərnəyi, rəsmi dərnəyi, iftihar siniflərinin hazırlığı və qədər hazırlıqlar üçün şərait yaradaq və gəlsinlər müəllimlərimiz məşğul olsunlar, həm də uşaqları bir geçsinlər. Validə xanım yaxın zamanda Cəbrayılda Qadın Uşaq Mərkəzi, həmçinin təhsil mərkəzi açmağa hazırlaşır. Ömrünü təhsilə bağlayan Validə xanım təqaüdçü olmasına baxmayaraq, yenə də gənclərin gələcəyi üçün təhsil planlarını geridə qoymur. Xarı bülbülü ilk dəfə idi canlı görürdüm, heyrətamiz görüntüsü var. Bu gördüyünüz yeni tikili